Assalamu aleykum əziz dostlar, gözəl zakatalallarımız, gözəl muxaxlarımız. Dostlar, inşallah gözəl bir dənə həyət satışa çıxartmışıq inşallah kəndimizin aşağısında. Dostlar harda? Deməli, Rüstəmin çayxanası var. Rüstəmin çayxanası var. Ramizin də mağazini var. Oradan içəri girirsiniz inşallah. Yine nömrəni də qoyacağım yer sahibinin. Ətraflı sizə başa salacaq. 18 sot yerdir. Deməli dostlar, bu divar bax baş-başa örülüb. Kubiklə, mişar daşı ilə baş-başa örülüb. Düz divarın dibi ilə də qaz xətti gedir. Ətraf kəndlərə müraciət edirəm. Mənim muxaxlarımı müraciət edirəm. Zakat alalı kim oluyor olsun inşallah. Yəni kim alırsa da Allah sağlığına qismət eləsin. Belə bir dənə girişdə dəmir qapısı da var. Dəmir qapıdan daxil olur dostlar. Deməli bu həyətdə çox gözəl hündür, belə hündür həyətdir. Ev tikmək üçün çox məsləhətli də yerdir. 22 topa fındıq var. 22 topa fındıq var. Bax dostlar, buradan sərhəddən üzü o tərəfə, o qırmızı ev görsənir. Orada setkaya kimi, oradakı kubik bariyə kimi 22 topa fındıqdır. Deməli, açıq sahə də var. Açıq sahədə nəsə əkə bilərsiniz, becərə bilərsiniz və yaxud da ev tikə bilərsiniz. İndi bura ev tikmək üçün özü çox dördkünc, çox belə münasib, gözəl yerdir. Ahatəsi qonşulardır. Hamı da maşallah mehribançılıq olan qonşulardır. Yəni satan da başqa adam deyil. Bu ev yer sahibinin yaxınları satır. Yəni qıraqçı deyil. Yəni burada qıraqdan adam gəlib satmır bunu. Yəni ki mehribançılıq olan yerdir. Bax belə bir əkin biçin eləyəsi yer də var. Çox gözəl. Yerimizin qabağından dostlar qaz xətti gedir. Qaz xətti gedir, işıq xətti gedir, internet gedir. Kəndin də çox gözəl yerinə. İçməli su da düz o göstərdiyim qaz xəttinin dibindən ana xətt su turbası gedir. Yəni çox ev tikmək üçün çox sərfəli, gözəl yerdir. Və əziz dostlar, inşallah gələrsiniz, göstərərlər. Bu da bizim Əli qardaşdır inşallah, Əli qardaş. İnşallah gələrsiniz, Əli qardaşla məsləhət edib, məsləhəti yer göstərir. İnşallah gələcəkdə kim alacaqsa, bu Əli qardaşla qonşu olacaq inşallah o adamla. Kim alırsa da inşallah Allah xeyri eləsin. Dostlar, ata-baba yerlərdir. Yaxşı torpaqlı, qəşəng də fındığı olan, nətər deyim sizə, yəni əkmək üçün yeri var. Kəndimizin də çox gözəl yerlərindən biridir. Şəhərə gidişə, gəlişə. Zəng elin, ətraflı əlaqə saxlayın. Birbaşa yer sahibinin nömrəsini verəcəm sizə. Yəni siz qiyməti özünüz danışın. Mənə deyirsiniz, ay Ramizadaş, niyə qiymət demirsən? Yəni yerin sahibi deyir ki, mən deyəcəm, sən demə. Yəni ki, özü razılaşacaqdır, mənlik deyil. Mən sadəcə işim gəlib reklam edirəm, sizə ətraflı göstərirəm. Kim alırsa da Allah xeyirci. Bu dəqiqə nömrəni inşallah sizə deyəcəm Allahın izni ilə. Və əziz dostlar, nömrəni inşallah sizə xatırlatıram. 070 529 22 58. Yenə deyirəm, 070 529 22 58-ə zəng elin inşallah. Ətraflı sizə başa salsın 18 sot yer, yanında qazı, suyu, işığı, interneti, hər şey var. Çox da hündür belə qəşəng məhəllədir. Həyatında fındıq topaları da var. Əkin biçin eləyəsi yeri də var. Çox münasib yeri. Kəndimizin də elə bir aşağıdan gələndə elə deyərdim ki, Selpuya yaxın yerlərdir. Deyək, kəndimizin zapravkasına yaxın yerlər. Şəhərə gidişə, gəlişə də yaxşıdır. Dostlar, inşallah alana da, satana da Allahdan xeyirlisi. Sağ olun dostlar.